Əliağa Vahid bizim əyitdə olub. Mənim atamın toyunda Əliağa Vahid. 59-cu ildə bizim əyitdə Əliağa Vahid. Əliağa Vahid bütün kəndləri gezib, bütün kəndləri. Onun bir dənə kəndlər haqqında 45, orada Vahidin öz yazısıdır. Bakının 45 dənə kəndi var, 45. İndi 32 deyirlər, amma o 45 deyərdi, 45 dənəsin. O 32'nin içine daxil olmayan kəndlər də var idi orada. Məsələn, bizim kəndsin deyib ki, Xilə kəndində, Əmircan köhnə Xilə. Dost olublar biliyə, əldə tutublar kitabı, bir zarafat həvəsi, bir də ki, təndir xutabı. Alimin, müştəhidin, mollanın olmaz hesabı. Yəni çoxdur. Xilədir Mərsiyyəxan əhli üçün. Xilədir Mərsiyyəxan əhli üçün. Onda bir ayrı Əmrəcanlılar haqqında şeiri vardı. Onun birini, əmim rəhməti getdi, onun birini, bir dənə o beyti. Deyir ki, pis günündə köməyivə gələrlər, dar günündə adam üçün ölərlər, tikələrin qonaq ilə bölərlər, dərdlərə yanan da Əmrəcanlılar, dərdlərə yanan da Əmrəcanlılar. Belə bir kənd şeydə, demişdi Vahid. Təndir qutabı, yəni ki, xilə qutabı da. Xilə qutabı, yəni, burada olub da, xilə qutabı əsas dövələri getirib o Sallaxana deyilən bir yer var, Şorun o tayında. Şırdan məhəlləsi də deyilik ora. Orada dəvələri orada yayıb kesiblər. Burada olub o boyun edirlər indi. Kesiblər, ətbol olub burada dövəti. Neyini? O xilə qutabı. Oradan başlayıb xilə qutabı pişməyə. İndi Corat da deyirlər, Corat qutabı. Mən onu deyəcəkdim. And olsun Allaha neçə vaxtda eşitmişəm. Corat kəndinin mənim canım qurban yeri gələndə. Buradan gedib oraya, gəlin gedib eşitmişəm bir nəfər orada. Bir şey salıb orada. Nə olar? Ya bir ailə də orada köçəliyib oraya, ya necə. Məsələn, o gün şeydə də Qobu kəndini göstərirdilər. Bir yaşlı kişi soruşdu ki, biz Qobu kəndi necə olub, Qobu kəndi ki olub. Deyir, bura köhnə Xilə kəndindən köçəb olublar. Bir tayf şey kimi, bir ailə, qohum əqrəbə Qobu kəndində köçüblər, burada məskən salıblar.